Ermənilərin Zəngəzur və Göyçə bölgələrini mərhələli şəkildə tərk etməsi Azərbaycanın Qərbi Azərbaycana qayıdış planlarına yeni imkanlar açır. Maraqlıdır, ermənilərin Zəngəzur və Göyçə bölgələrini tədricən tərk etməsi Azərbaycanın Qərbi Azərbaycana qayıdış planlarına hansı təsir göstərə bilər? Bu barədə konkret aza danışan siyasi şərhçi Əli Mustafa qeyd edək ki, tarixi faktlara görə Zəngəzur və Göyçə ərazilərində minilliklər boyu azərbaycanlılar və türklər yaşayıb. Onun sözlərinə görə, sonraki mərhələdə ermənilərin süni qarşıdurma yaratması, qətliamlar törətməsi nəticəsində azərbaycanlılar kütləvi şəkildə Ermənistandan didərgin düşdülər. Ancaq bugün həmin ərazilərdə bir çox kəndlər hələ də boşdur. Göyçə və Zəngəzurda elə kəndlər var ki, ermənilər orada məskunlaşa bilmədikləri üçün boş qalıb, hətta bir çox qədim Azərbaycan kəndləri dağıdılaraq insan üçün yararsız hala salınıb. Ermənilər də anlayırlar ki, bölgədə sabit şəkildə yaşamaq perspektivləri yoxdur. Buna görə müxtəlif bəhanələrlə əraziləri tərk edirlər. Siyasi şərhçinin fikrincə, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması şəraitində Qərbi Azərbaycana qayıdışın reallaşması daha real görünür.